Hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugün hazırladığım belə bir 3D tortunu sizlərlə də bölüşürəm. İnşallah siz də bu videomdan yararlanarsınız və dəstəyinizi əsirgəməzsiniz. Keçək xanımlar hazırlanmasına. Mən bugün qərar almışam ki, əvvəlcə tortun figurlarını hazırlayayım. Budur, baltanın sap hissəsini hazırladım. Sonra isə qara şəkər xəmiri götürürəm. Onu oval formasında salıb oxlu ilə yayıram və baltanın uç hissəsini hazırlayıram. Baltanın özünü. Heç bir formadan istifadə etmədim. Sizə də məsləhət görürəm ki, heç olmasa hərdən özünüz figurları hazırlayın. Həm də büdcənizə xeyir verin. Bax, belə yan-yana qoyub yoxlayıram. Nəticə məni qane edir xanımlar. Sonra isə maçalkanın üzərinə qoyuram ki, qurusun. Nəmləşdirirəm yapıştırmaq üçün. Sonra isə nazir şəkər xəmiri kəsirəm qara rəngdə. Üst hissəsindən alt hissəsinə keçirdirəm və budur, baltamız artıq hazırdır. İndi isə keçirik mətbəx taxtasını hazırlamaqla. Mən həmişə çalışıram ki, xanımlar, heç olmasa hazırladığım tortun üzərindəki dekorların yarısını özüm hazırlayayım. Silikon formalara pul vermeyeyim. Çünki o da büdcəyə ziyan vurur. Düzdür, diləydi evdə olur, ancaq yenə də elə figur var ki, silikon, mən onu bircə dəfə işlətmişəm, hələ də necə var, elə də qalıb. Odur ki, axır vaxtlar demək olar ki, 50-60% tortların üzərinə dekoru özüm hazırlayıram. Heç bir silikon formaya pul vermirəm. Kənarlarında olan şəkər xəmirini kəsib götürürəm. İstədiyim formaya salıram. Hazırlanan şəklə baxdım, gördüm ki, bir balaca da taxtanın kənarlarında olan qulp hissəsində artıqdır məndə. O da onu da kəsdim, çıxartdım. Daha estetik, gözəl görsənsin deyə. Və taxtanın qulpundan yumru bir dəlik açdım. Və taxtamızı da qoyuram sonra qurumağa. Açdığım dəlik biraz balacaydı xanımlar. Biraz da onu genəltdim. Budur, hazırdır. Bunu da qoyuram maçalkanın üzərinə ki, qurusun. İndi isə xanımlar, bıçağı hazırlayıram. Hər kəs bilir ki, qəssab bıçaqsız olmaz. Hazırladığım tortu da qəssab bir qardaşımız üçün hazırlayıram. Həyat yoldaşına hədiyyə edəcək. Və budur tortumuz. Tortu axşamdan yığmışdım və üzərinə qanaşlamışdım. İndi isə üzərini örtdüyüm artıq şəkər xəmirini kəsib çıxartdım. Belə bir silikon formadan istifadə etdim xanımlar. Ağac kətili formasında, onur sumkasında. Gördüyünüz kimi elə bir şey var ki, onu əllə hazırlamaq olmur. Mütləq onun silikonu olmalıdır. Və bunu da tortun kənarlarına yapıştırdım. Həmin ağac qabığını və baltamızı yerləşdirirəm. Qoyub yoxlayıram. Rahatdır yoxsa rahat deyil. Və baltanın taxta hissəsinə, qulp hissəsinə şiş çubuq batırdım və tortun üzərinə yerləşdirdim. Qırmızı şəkər xəmirinin ət formasına salmışam xanımlar.
şeker xəmirini. Onu da baltanın uc hissəsinə, qulp hissəsinə yapıştırdım. Və budur, tortumuz hazırdır. Allah'a emanet olun. Yeni videolarda görüşene